Podcaşçılar, salamlar, necəsiniz? Bugün Söhbət Time'da yeniliyə imza atmaq istəyirəm. Bugün istəyirəm çox maraqlı sizə məntiqi bir sual verim. Belədir ki, proqramlaşdırma məntiqsiz mümkün deyil. Mən düşünürəm ki, bundan sonra da məntiqi suallar verməyə davam edəcəm. Odur ki, abunə olmağı unutmayın. Biz isə getdik. Deməli, məsələ belədir. Hökmdarın qarşısında 4 məhbus var. Öz ölümünü gözləyən 4 məhbus. Bu hökmdar son sözünü demədən qabaq bir şans daha tanır. Bu həmin məhbuslara. Hökmdarın bu 4 məhbusa bir tapmacası var. Tapdılarsa öz azadlıqlarını qovuşacaqlar. Tapmacanın şərtləri həqiqətən çox maraqlı idi və şahın əmri ondan ibarət idi ki, sözü gedən məhbuslar yalnız və yalnız pilləkəndə düzülməli və heç bir halda geriyə dönüb bir-birlərinə baxa bilməzlər. Hər kəs öz önünə baxmalıdır. Bu tapmaca həqiqətən də çox maraqlı olsun deyə şah əmr edir ki, 3-cü və 4-cü məhbusların arasında bir divar hörülsün. Beləliklə onlar bir-birini görməsin. Növbəti addımda hökmdar öz xidmətçilərinə hər bir məhbusun başına bir papaq geyindirmələrini əmr edir və vurğulayır. Mənim 2 qara və 2 ağ papağım var. Ən maraqlısı elə bundan sonra da başlayır. Önündə olan kimlər varsa, hər kəsin başında olan papaqları görmək mümkündür, amma məhbus öz papağının rəngini bilə bilməyəcək. Beləliklə hökmdar tapmacanın şərtlərini məhbuslara izah edir. Hökmdar dedi ki, sizlərdən yalnız biriniz və bir sözlə öz papağı haqqında məlumat verə bilər. Əgər papaq haqqında məlumat yanlış olsa, cəllada əmr olunacaq ki, onların boynu vurulsun. Xidmətçilər məhbuslara papaqları qara ağ gördüyünüz kimi bu sırada geyindirdilər. Məhbuslar öz önündə olanların papağını görürdü, amma özünün papağı haqqında heç nə bilmir. Beləliklə tapmacanın sualı: bu 4 məhbusdan hansı dəqiq öz papağı haqqında məlumat verib hər kəsi xilas edə biləcək? Baxın, burada bir kofe ya çay içib düşünə bilərsiniz. Hazırsınızsa gəlin bərabər düşünək. Pilləkəndə düzülən ən birinci məhbus önündə dayanan 2 nəfərin papağı haqqında məlumatdan xəbərdardır. Amma öz papağı haqqında heç nə bilmir. Birinci məhbus onsuz da görür ki, qarşısında biri ağ, bir qara papaqdadır. Düzdür, ikisi də ağ papaqda olsaydı o qışqırardı: qara. Amma ondan səs çıxmır. O papaqların hansı düzülüşdə geyindirildiyini bilmir. Özündə qara da ola bilər, ağ da ola bilər. Məhbuslar onsuz da bilirlər ki, 2 ağ papaq var və 2 qara. O yazıq axırıncı dayanan məhbus onsuz da heç kimi və heç nəyi görmür. Nə öz papağı haqqında, nə də digərlərin papağı haqqında heç bir məlumat yoxdur. Öz aramızda 3-cü də çox da bəxtəvər deyil, onun görəcəyi bir şey varsa o da divardır. Belədir ki, bu halda da papağı haqqında heç nə bilmir. Burada bilirsiniz əsas məqam və məntiq nədədir? İkinci dayanıb və görür ki, İlk birincidən xəbər çıxmadı, səsi də çıxmadı. Çox maraqlıdır. O ikimizi də görür. İlk birinci məni də görür, məndən sonrakini də. İşte şayət bizim ikimizdə də eyni rəng olsaydı, o bilərdi onun başında hansı rəngdir. Amma ondan səs çıxmır. İkinci məhbus qarşısında qara papaqlı olduğunu görür. Özünkünün haqqında heç nə bilməsə də bilir. Özündə də qara olsaydı, ondan qabaqda dayanan birinci ağ deyə qışqırardı. Amma ondan səs çıxmadı. Bu deməkdir ki, qarşısındakində qaradırsa, özündə ağdı deyə birincidən səs çıxmadı. Və rahatlıqla bu 4 məhbusan yalnız ikincisi qışqırır ağ. Özü bu arada bir söz deməli daha. Beləliklə sağlam məntiqə bax bu məqamda da çatmaq olar. Həqiqətən də anlayanda ki, birincidən səs çıxmadı, ikinci üçün bu məsələ olur çox rahat. Hərdən proqramlaşdıranda da bir də görsən elə çətin, elə yanlış yollar seçirik. Halbuki məntiq çox sadə və sağlamdır. Sizə də arzulayıram ki, bax məsələnizdə, proqramlaşdırmanızda ən sadə və ən düzgün məntiqli yola gəlib çıxasınız. Abunə olmağı, paylaşın və like unutmayın.